Dövlət Dəniz və Liman Agentliyinin təqdimatında dənizçilərin hazırlığı, sertifikatlaşdırma, təlim-tədris və səriştə mövzusunda müzakirəmiz olacaq. Hər hansı bir dənizçi xüsusi hazırlıq kursuna sahildə yox, elə gəmidə işlədiyi müddətdə cəlb olunur. Dənizçilər indidən hazırlaşsalar yaxşı olar. Bəli. Agentlikdə təşkil olunan imtahanların qiymətləndirmə prosesi necə tənzimlənir? Burada şəffaflığı necə təmin edirsiniz ümumiyyətlə? Biz bu şəffaflığı, dürüstlüyü açıq şəkildə imtahan prosesində göstərdik. Gələcək dövrdə dənizçilərin hazırlıq prosesində ön plana çıxması planlaşdırılan başqa istiqamətlər var. Hədəfimiz o statistikada yer alan ilk 35 ölkə ilə qarşılıqlı anlaşma memorandumlarını imzalamaq, konvensiyada çərçivələnən, ümumiyyətlə yanaşma kimi qoyulan bütün məsələləri milli qanunvericiliyə uyğunlaşdırmaq prosesini həyata keçirməyə çalışırıq. Bu prosesdən yararlanan dənizçilərin sayı 10 mindən çoxdur. Hər hansısa bir sənədlərin saxtalaşdırılması faktı aşkarlanarsa, bununla bağlı necə tədbir görülür? Yaxşı nəticələr əldə etmədik orada. Bu qəbul olunmazdır. 14 dənizçinin 21 sənədində saxtakarlıq halı aşkarlanıb.